بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Allah Azze ve Celle'nin izniyle İmam Həccəvi Rahimahullahın Zədül Müstəqni adlı fiqh kitabını oxumağa davam edəcəyik. Həmbəli məzhəbinin fiqhini, Həmbəli məzhəbinin görüşlərini dəlilsiz olaraq, dəlilləri zikr etmədən sadəcə məzhəbin görüşlərini zikr edən qısa bir kitab. Bu əsəri biz bir neçə il qabaq başlamışdıq bu əsərin şərhinə. Şeyx Əhməd bin Ömər Əl-Həzimi Hafizahullahın şərhi ilə oxumağa başlamışdıq və təharət bölümünü oxuduq, bitirdik. Sonra təharət bölümünü bitirdikdən sonra yarımçıq qaldı dərsimiz. Yarımçıq qalmasının səbəbi nədir? Bu dərsləri mən şeyxin internet saytından götürürdüm, onu tərcümə eləyirdim. Dərsləri tərcüm etdikdən sonra dərs salonunda keçirdik. Və bir gün də gördüm ki, artıq şeyxin həmin saytını dağıdıblar. Yəni artıq o sayta girmək mümkün deyil, dağıdıblar. Ona görə bu səbəbdən dərslər yarımçıq qaldı. Və Allaha həmd olsun, üzərindən bir neçə il keçəndən sonra artıq Telegramda axtarıb yenə tapa bildim bu kitabı. Zədül Müstəqninin şərhini, Şeyx Əhməd bin Ömər Əl-Həziminin səhifəsini, Telegram səhifəsini tapa bildim və orada həmin axtardığım məsələlər demək olar ki, hamısı Allahın izi ilə qabağıma çıxdı. Və bugün də Allahın izi ilə oruc kitabına başlayırıq. Bu əsəri seçməyimizin səbəbi, oruc bölümünə başlamağımızın səbəbi nədir? Birinci səbəb odur ki, həqiqətən gələn sualların çoxluğundan, xüsusilə bu Ramazan ayında gələn sualların çoxluğundan insanların, Allaha həmd olsun, insanların İslam'a daxil olduqdan sonra, yəni yeni İslam'a girənlərin bu barədə məsələlərdən cahil qalması, oruc haqqında əhkamlardan cahil qalması və sualların həddən artıq çox olması məndə belə bir qənaət yaratdı ki, buna ehtiyac var. Bu dərslərə, oruc dərslərinə başlamağa ehtiyac var. Çünki həqiqətən görürəm ki, o qədər suallar bu barədə çoxdur ki, insanların, müsəlmanların böyük əksəriyyəti oruc fiqhini demək olar ki, çox cüzi bilirlər. İkinci səbəb, şeyxin bu əsərə verdiyi şərhinin mükəmməlliyi. Yəni, həqiqətən bir çox şərhləri araşdırmışam, bir çox oruc haqqında, bir çox kitabları araşdırmışam. Şeyx Əhməd bin Ömər Əl-Həziminin verdiyi şərh kimi mükəmməl bir şərhə mən rast gəlməmişəm. Nə üçün? Həm məsələləri tam dərinliklərinə qədər incələyir, həm alimlər arasında olan ixtilafları zikr edir və bundan sonra ən doğru olan görüşü ortaya qoyur. Hətta baxırsan ki, indiyə qədər sənin səhv bildiyin, yəni burada sanki bir görüş olduğu, digər görüşlərin batil olduğu, digər görüş sahiblərinin bidətçi olduğu, fasiq olduğu kimi zənn etdiyin bir çox görüşlər, bir çox şeylərin artıq əhl-i sünnətdə məşhur bir ixtilaf olduğunu görürsən. Artıq səni tənzimləyir, səni nizamlayır ki, həddi aşmayasan, əks görüşə qarşı, fiqh məsələlərdə əks görüşə qarşı həddini aşmayasan, həmin görüş sahibini bidətdə, fıskda ittiham etməyəsən. Həmçinin məsələlərə ən dərinliklərinə qədər girməsi, həmçinin sual-cavab şəklində məsələləri incələməsi, yəni özü-özünə suallar verir, sonra bu sualların cavabını sənə təqdim edir, oxucuya təqdim edir. Elə suallar ki, sən bu sualların cavabını başqa kitablarda, başqa şərhlərdə tapa bilməzsən. Yəni, bu əsərdə mən elə sualların cavabını tapıram ki, elə sualların cavabına şahid oldum ki, mənə illər boyu həmin sualların cavabı maraqlı gəlmişdi və bunun cavabını tapa bilməmişdim. Və onu sual-cavab şəklində bunu açıqlaması, bu sualları açıqlaması
Yəni bunun mükəmməlliyini, gözəlliyini daha da açıb ortaya qoyur. Və Müsannif rahimehullah Oruc kitabı ismi ilə başlayır. Bu kitaba Zədül Müstəqninin bu bölümünə Oruc kitabı ismi ilə başlayır. Adından göründüyü kimi bu babda oruca aid məsələlər zikr olunur. Amma bu o demək deyil ki, təkcə mövzular, məsələlər zikr olunmaqla kifayətlənir. Əksinə, həm oruca aid mövzular, həm də bu mövzuların hökmləri birlikdə zikr olunur. Yəni mövzular və əhkamları, mövzular və hökmləri. Məsələn, biz əvvəlki dərslərimizdə təharət babında qeyd etdik ki, məsələn, qablar babı. Qızıl qablar bu mövzuya aiddir. Hökmü nədir? Haram. Qızıl qablardan istifadə etmək haramdır. Məsələ ilə məsələnin hökmü arasındakı fərq budur, qardaşlar. Demək ki, bu kitabın və ya bu babın əsl adı belədir. Oruca aid məsələlərin hökmlərinin bəyanının cəmi. Oruca aid məsələlərin hökmlərinin bəyanının cəmi. Bu babda oruc məsələləri 5 bölüm altında zikr olunub. Birinci bölümdə orucun vacib olması, vacib olduğu zaman və digər məsələlər. Orucun vacib olması, nə vaxt vacib olub və buna bağlı digər məsələlər. İkinci bölümdə orucu ifsad edən, yəni orucu batil edən şeylər. Üçüncü bölüm orucun müstəhəbləri, yəni orucudan əvvəl, oruç tutarkən və orucudan sonra müstəhəb olanlar. Dördüncü bölüm orucun məkruhları, yəni orucudan əvvəl, oruclu halda və orucudan sonra məkruh olan əməllər. Beşinci bölüm isə etikaf babı. Bu 5 bölüm altında bu məsələləri Allahın izni ilə zikr edəcəyik. Uzun çəkəcək, çox təfsilatlı şəkildə, çox geniş şəkildə izah olunan bir kitabdır. O baxımdan bu tək avam müsəlmanlar üçün yox, elm tələbələrinin belə istifadə edəcəyi bir əsərdir. Çox gözəl bir əsərdir. Oruc nədir? Orucun lüğəti mənası. Oruc əmsəkə, yumsiku, imsək, tutmaq, həbs etmək, bir şeydən özünü saxlamaq mənasına gəlir. Yəni həmən şeyi tərk etmək. Bu baxımdan imsək sözünün bir mənası da tərk etməkdir. Çünki insan özünü həmən şeydən saxlamaqla onu tərk edir. Odur ki, özünü mütləq olaraq bir şeydən saxlayan kəsə saim, yəni oruç tutan deyilir. Bu lüğəti mənadır. Odur ki, susan kəsə də ərəb lüğətində saim, oruç tutan deyilir. Çünki özünü, dilini kəlamdan, danışmaqdan saxlamış, kəlamı tərk etmişdir. İbn Qutaybə rahimehullah buyurur ki, özünü yeməkdən, içməkdən, danışmaqdan həbs edən, saxlayan hər kəs saim, oruclu adlanır. Özünü yeməkdən, içməkdən, danışmaqdan həbs edən hər kəs lüğətdə oruclu adlanır. Bu ittifaq edilmiş məsələdir. Allah Azze ve Celle Məryəm surəsi 26-cı ayədə buyurur ki, əgər insanlardan kimisə görsən, de ki, inni nəzərtu lirrahmani savmən fələn əkəllimə yevməl insiyyə. Mən mərhəmətli, rahimli olan Allaha oruç tutmağı nəzir etmişəm, odur ki, bugün heç kimlə danışmayacağam. Danışmamağı, Məryəm əleyhissalam danışmamağı savmən adlandır, yəni oruç tutmaq kimi adlandırdı. Bu lüğəti məna. Amma şəriətin oruca verdiyi mənaya gəldikdə isə oruc müəyyən bir şəxsin niyyət ilə bərabər müəyyən bir zamanda müəyyən şeylərdən özünü həbs etməsi, özünü saxlamasıdır. Tərifə diqqətlə fikir verin, qardaşlar. Oruc müəyyən bir şəxsin niyyət ilə bərabər müəyyən bir zamanda müəyyən şeylərdən özünü həbs etməsi, özünü saxlamasıdır. Bu tərifi Allahın izni ilə açıqlayacağıq.
İmsak niyyət ilədir. Labuddur ki, bütün əməllərdə və ibadətlərdə niyyət olsun. Çünki niyyət iki hal üçün mütləq şərtdir. Niyyət ya ibadətlə adəti bir-birindən ayıran şərtdir. Bir əməlin adət, yoxsa ibadət olması niyyətlə təyin olunur. Ya da ibadətlərin mərtəbələrini bir-birindən ayıran şərtdir. Yəni qılınan namaz, tutulan oruc fərz orucudur, yoxsa sünnət orucudur, bu niyyətlə ayrılır. Bir kəs xəstəlik səbəbilə müəyyən zamanda yeməyi, içməyi tərk edir. Bu zahirdə şəri oruca bənzəyir. Yeməyi, içməyi tərk edir, zahirən sanki şəriətlə oruç tutmuş kimi görünür. Lakin onun şəri oruç tutmadığı, əksinə pəhriz saxladığı niyyətlə bəlli olur. Buna həmçinin cənabət qüsülü ilə təmizlik qüsülünü də misal vermək olar. Bir kəsin cənabətdən qüsül alması ilə təmizlənmək üçün qüsül almasının fərqi niyyətlə ayrılır. Odur ki, tutduğun orucun şəriətin əmr etdiyi oruc olması üçün ən birinci şərt Allaha ibadət etmək, Allaha yaxınlaşmaq məqsədi olan niyyətdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki, İmam Buxari və Müslimin rivayət etdiyi hədisdə İnnəməl ə'məlu bin niyyəti. Əməllər niyyətlərə görədir. Sanki Allah Resulü sallallahu aleyhi ve sellem demək istəyir ki, niyyətsiz əməl yoxdur. Niyyətsiz oruc yoxdur. Namaz yoxdur. Heç bir əməl yoxdur. Xülasə, digər ibadətlərdə olduğu kimi, orucda da niyyət şərtdir və niyyətsiz oruc icma ilə batildir. Yuxarıda orucun şəri tərifini izah edərkən qeyd etdik ki, müəyyən şeylərdən özünü həbs etməsi, saxlaması. Bu həmən o şeylərdir ki, bunu etməklə oruc batil olur. Yəni, orucu batil edən yemək, içmək, cima və s. kimi şeylərdən insanın özünü saxlaması. Həmçinin qeyd etdik ki, müəyyən vaxt içərisində labuddur ki, həmən vaxtı şəriət təyin etsin və bizə bəyan etsin. Əgər bir nəfər günəş batan vaxtdan ikinci fəcr vaxtı arasında oruc tutarsa, ona şəriətlə oruclu kəs deyilmir. Yəni, axşam günəş batandan fəcr doğana qədər oruc tutan bir kəsin orucuna bu orucludur deyilmir. Bunun orucu nədir? Batildir. Bu vaxt ikinci fəcrin doğmasından, yəni birinci fəcr yalancı fəcr sayılır. İkinci fəcrin doğmasından günəşin batmasına qədər olan vaxtdır. Şəriətin təyin etdiyi oruc vaxtı nə vaxtdır? İkinci fəcrin doğmasından günəşin batmasına qədər olan vaxtdır. Bu haqda İbn Ömər, İbn Abbas, Ata bin Əbi Rəbəh radiyallahu anhu və elm əhlinin ümumundan rəvayətlər mövcuddur. Ali bin Əbu Talib radiyallahu anhudan gələn rəvayətə görə o fəcr namazını qıldı və belə dedi: Bu vaxt ağ sapın qara sapdan seçildiyi vaxtdır. Və bu Allah Əzzə və Cəllənin bu sözünün təfsiridir. Hətta yətəbəyyənə ləkumul xaytul əvsad minəl xaytul əbiyyad. Hətta ağ sap qara sapdan seçilənə qədər yeyin, için. Yəni günüzün ağlığı gecənin qaranlığından ayrılana qədər yeyin, için. Bu isə yalnız ikinci fəcrin doğuşu ilə seçilir. İbn Əbdülbər rahimehullah buyurur ki, orucun bu iki vaxt arasında olmasında müsəlmanların cəmaatı icma edib. Bütün müsəlmanlar icma edib ki, orucun vaxtına vaxtı ikinci fəcirdən gün batana qədər. Artıq bu vaxtın başlaması ilə suhur bitir. Yəni artıq oruc başlamış olur. Həmçinin tərifdə qeyd etdik ki, müəyyən şəxsin, demək ki, hər oruc tutan kəs şəriətin təyin etdiyi şəkildə oruc tutmamışdır. Orucun fərz olduğu, müstəhəb olduğu, haram olduğu və məkruh olduğu şəxslər vardır. Bu şəxs müsəlman, həddi buluğa çatan, əqli başında olan, qadir olan, heyzli və nifaslı olmayan şəxs olmalıdır.
Bu kəslər müəyyən şəxslərdir. Hansı ki tərifdə dedi ki, müəyyən şəxslər. Müəyyən şəxslər kimlərdir? Müsəlman olacaq, həddi buluğa çatan olacaq, əqli başında olan olacaq, qadir olacaq, heyzli və nifaslı qadın olmayacaq. Fərqi yoxdur, onlara oruc fərzdir, yoxsa orucu qəza etmək fərzdir. Çünki vacib olan oruc, vacib olan vaxta fərz edilmişdir ki, bu vaxtda Ramazan ayıdır. Bəzən bu vacibi, vacib olan vaxta əda etməyə əngəl olan maniyələr var. Bəzən maniyələr olur ki, bu vacibi, vacib olan vaxta, yəni orucu Ramazan ayında tutmağa mane olan, əngəl olan maniyələr olur. Bu maniyələr orucun sihhəti üçün maniyə də ola bilər. Sihhətinə zərər verməyən maniyələr də ola bilər. Oruç tutmağa maniyə, diqqətlə qulaq asın qardaşlar, oruç tutmağa maniyə iki halda olur. Ya orucun səhhəti üçün, yəni orucun səhih olması üçün maniyədir, ya da orucun səhhətinə zərər vermiş, orucun səhhətinə zərər verməyən maniyədir. Məsələn, səfərdə olmaq və ya xəstə olmaq oruc üçün maniyədir. Səfərdə olan və ya xəstə olan oruc tutmaya bilər. Amma orucun səhhəti, yəni səhihliyi üçün maniyə deyil. Bu o deməkdir ki, xəstə və ya səfərdə olan kəs oruc tutsa orucu batil deyil, əksinə səhihdir. Bu maniyə orucun səhhəti üçün maniyə deyil. Bəs orucun səhhəti üçün maniyə olan nədir? İkinci maniyə, orucun səhhəti üçün maniyə. Məsələn, heyz və nifaslı qadın. Bu şəxslər oruc tutsalar da orucları batildir. Bu şəxslərin seçim ixtiyarı yoxdur. Yuxarıdakı xəstə və ya səfərdə olanın seçim ixtiyarı var. İstəsə orucu tutar, istəsə tutmaz. Amma heyzli və nifaslı qadın üçün belə bir ixtiyar yoxdur. Orucun hökmü nədir? Oruc İslamın 5 şərtindən biridir. Və Allah Əzzə və Cəllənin onu vacib etməsi, dində bilinməsi zəruri olan məsələlərdəndir. Buna kitab, sünnət və icma dəlalət etməkdədir. Həmçinin kim orucun vacibliyini inkar edərsə, icma ilə kafirdir. Çünki bu həm ümumi, həm xüsusi, hər kəsin bilməklə mükəlləf olduğu məsələdir. Yalnız İslama yeni girmiş kəs bundan cahil qalarsa, təkfir edilməz. Həmən kəsə hüccət iqamə edilər və bundan sonra inkar edərsə kafir olar. Allah Əzzə və Cəllə Bəqərə surəsi 183-cü ayədə buyurur ki, Yə əyyuhəl-ləzinə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. İman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə təqvalı olasınız. Ayədə keçən kutibə, yəni fərada, fərz edildi mənasındadır. Kutibə, yazıldı, fərada, fərz edildi mənasındadır. Həmçinin ayədə sizdən əvvəlkilərə fərz edildiyi kimi deyilir. Bu bəyan edir ki, oruc təkcə bizim ümmətə xas ibadət deyil. Buradakı məqsəd orucun cinsidir. Yəni bu kəlimə bizim ümmətin orucu ilə digər ümmətlərin orucunun eyni olmasını lazım etmir. Digər ümmətlərə də oruc fərz edilib, amma mütləq bizim orucumuz kimi fərz edilib deyə bilmərik. Cinsi şəkli başqa cürdə ola bilər. Elm əhlindən bəziləri sizdən əvvəlki ümmətlər deyildikdə təkcə Yahudi və Nəsranilərin qəsd olduğunu desələr də bu doğru görüş deyildir. Çünki ayədə xitab ümumi gəlmişdir və bizdən əvvəlki bütün ümmətlər qəsd edilməkdədir. Ayədə keçən bəlkə Allahdan qorxasınız sözü isə orucun səmərəsini bəyan edir. Orucun faydasını, meyvəsini bəyan edir. Bu təqvanın vəsiləsidir. Yəni oruc tutmaq səbəbi ilə insan təqvaya yetişir. Bu isə nəfsi alçaltmaq və şəhvəti tərk etməklə hasil olur. Yəni Allah Əzzə və Cəllə buyurur ki, فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ. Sizlərdən kim şəhərə, aya şahid olarsa, bu aya yetişən, bu aya şahid olan oruç tutsun.
Ayədə keçən sizlərdən kim bu aya şahid olarsa, oruç tutsun kəlməsi əmr şəklində gəlmişdir. Əmr isə vacibliyə dəlalət edir. Ramazan orucunun vacib olmasına dəlalət edən hədislər kifayət qədər çoxdur. İcma ilə sabitdir ki, Ramazan orucu hicrətin 2-ci ilində Şaban ayında fərz edilmişdir. Allah Rəsulü sallallahu aleyhi və səlləm isə 9 oruç tutmuşdur. 9 Ramazan orucunu tutmuşdur. Və bundan sonra Musannif rahimehullah buyurur ki: "Yəcibu savmu Ramadana bi ru'yatil hilal, bi ru'yati hilal." Hilalı görən hər kəsə Ramazan orucunu tutmaq vacibdir. Ramazan orucunun vacibliyini bəyan etdik. Nə zaman vacibdir? Hilalı gördükdən sonra. Və bunun təfsilatı Allah Əzə və Cəllənin izni ilə gələn dərsimizdə təfsilatına keçəcəyik, açıqlayacağıq, bununla kifayətlənək. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk.